Hər zaman olmalıdır, hər zaman arxadan kimsə gəlməlidir. Mən video çəkəndə arxadan kimsə gəlməlidir. Bugün Oğuzdayam. Dediyim mövzu kitab Zero Limitdir. Bu səfər xalqın blogerləri kimi professionallaşaraq özümə bir dənə mikrofon almışam. Tutuşumdan bilərsiniz ki, zaten ilk dəfədə istifadə edirəm. Buradan sonra videonu dayandırıb belə bir şey olar mı deyib absurd bir fikirdir deyənlər varsa, məncə səbirli olun, gözləyin. Belə bir kilsə var, amma 3 il əvvəl mən gəldim, kilsə bura deyil, səhvləmişəm. Bir dənə arkadaş var idi, deyir, itlər falan olmaz burada. Deyir, narahat olmayın, tutmur. Demək itlər var, amma tutmur. Orada yoxdur, dayı. Dedilər çünki itlər var. Bulmuşları var bunları. İnek senin, hamısını. Ne bulmuşlar? Ya da inek de oldu. Öküz, buğa, dana, Ay sağ ol, eyni şeydi. Belə dostlarım tərəsi var. Bəlkə belə, ya da belə. Deməli, kitabda Hewlett'in istifadə etdiyi metodun adı Ho'oponopono'dur. Bir kitab. Bunu biraz həzm etmək çətindir. Dayı da batır. Sağ olsun, dayı gələn inəkləri qovalayır. Səni sevirəm nədir? Ümumiyyətlə, burada ən güclü bir enerji bu cümlədədir. Transformasiya enerjisi deyilir. Ana, gəlir. Bax, mən belə mühitdən hər çəkim bu videonu. Dayının baxışları, axcan dayı. Gör, deyir, jurnalistsən, deyir, bilmirəm, amma nə deyirsə əsəbi olur. Ana, gəldi. Bunu deyir də, nə bilim, bilmirəm, sıfır halına çatmaq çətindir. Unutmaq yox, qəbullamaq. Sadəcə qəbullamaq lazımdır ki, bunlar baş verdi, növbəti nədir? What's the next? Deyə artist danışışım. Biri, bu kitabın sonu, biri. Every breath you take and every move you make, every bond you break, every step you take, I'll be watching you. And every single day, and every word you say, every game you play, every night. Salamlar, yenə mən. İlk dəfə məni görənlər üçün qısaca deyim, adım Lalədir. Azərbaycanın bölgələrini gəzirəm. Əvvəllər getdiyim yolları çəkirdim, paylaşırdım. Ancaq indi son zamanlar artıq bu getdiyim yollarda həm də özümə yolculuqdan danışıram. Artıq rəsmi hissə bitdiyinə görə özümüz ola bilərik. Sonuncu videom o qədər çox sevildi və geri dönüşlər o qədər qəşəng oldu ki, mən həvəslənib başqa bir rayona gəlib bugün başqa bir kitab haqqında danışmaq istəyirəm. Demək istərdim, amma təəssüf ki, acı bir reallıq var. Yenə də mən davam eləmək istəyirəm. Bugün Oğuzdayam. Oğuzda olmaq səbəbim əslində qəslidir. Oğuzda gedəcəyim yerlər və danışacağım kitabda bir-birindən əlaqələndirmək istəyirəm. Hal-hazırda sinagogdayam. Sinagogda, Oğuzda ümumiyyətlə yəhudilər hələ də yaşayır. Bu yəhudi məhəlləsidir. Aşağı sinagogdayam mən. Aşağı sinagogun 2-ci mərtəbəsindəyəm. Hələ də təmir işləri gedir deyə biraz yaxşı deyil, amma güya arxa fonu yaxşı olsun deyə burada oturmuşam, amma bilmirəm necə görünür. Və bu arada bu səfər xalqın blogerləri kimi professionallaşaraq özümə bir dənə mikrofon almışam. Tutuşumdan bilərsiniz ki, zaten ilk dəfədə istifadə edirəm. Xalq biraz da filan qoyur. Mən əlimdə belə tuturam ki, aman da birdən fiş səsi olar. Cahilliyimdən bu qədər bilinir ki, ilk dəfədə tuturam. Danışmaq istədiyim mövzu kitab Zero Limitdir. Joe Vitale'nin Zero Limit kitabı. Niyə Oğuzu seçmişəm və niyə bu kitabı seçmişəm? Əslində, məncə bu videonun arxasına axıra qədər baxsanız biləcəksiniz səbəbi. Deyib maraq oyatmaq istəyirəm, amma kapak fotoğrafında olsa da biləsiniz ki, söhbət nədən gedir. Yenə nəysə, danışmaq istədiyim bu kitab sərvət, səhhət, əmin-amanlıq naminə hava sisteminin sirrindən danışılır.
Bu kitab haqqında bəzi insanlar insanlar iki yerə bölünür konkret olaraq. Bəzi insanlar fikirləşir ki, çox absurddur. Bəziləri də fikirləşir ki, şəfa yolculuğu üçün istifadə olunan çox yaxşı kitablardan biridir. Mən ikinci tip insanlardan olduğum üçün bugün burada bu kitab haqqında danışacağam. Kitabda Joe Vitale bir gün Havayda terapevt Yulin haqqında bir məqalə oxuyur. Məqalədə yazılana görə Yulin Havayda bir xəstəxanada işləyir ki, o xəstəxana cinayətkarlarla doludur və o Yulin orada işləyənə qədər bir çox psixoloq, bir çox həkim, hətta işçi heyəti belə işlədiyi yerlərdən imtina edir, həmin o xəstə insanlara görə. Amma Yulin ora getdikdən sonra qısa bir müddətdə bütün xəstələrin hər birini sağaldır. Və çox qəribə bir şey var ki, heç bir xəstəni üz-üzə görmədən, heç bir xəstə ilə danışmadan onları sağaldır. Və buradan sonra videonu dayandırıb belə bir şey olarmı deyib absurd bir fikirdir deyənlər varsa, məncə səbirli olun, gözləyin. Joe Vitale də birinci elə düşünmüşdü, amma sonra Yulinlə danışdı, getdi onu tapdı, danışdı və araşdırdı. Özü də o metoddan istifadə elədi və həyatını tamamilə dəyişdirdi. O metod nə metodudur? Mən buradan çıxıb Alban kilsəsi var. Növbəti marşrutum Alban kilsəsidir. Ora getmək istəyirəm. Orada daha ətraflı və daha rahat danışacağımı düşünürəm. Belə. Bye bye. Oh, can't you see you belong to me? And how my poor heart aches with every step you take, every move you make, and every vow you break, every smile you fake, every claim you stake. I've been watching you. Oh yeah, since you've gone, I've been lost without a trace. I dream the night I can only see your face. I look around but Nəhayət ki gəldim Kala kilsəsinə. Qəşəng təbiəti var. Burada rahatam, qəşəngdir. İstədiyim kimi gür-gür danışa bilərəm. Arxada suyun qəşəng səsi var. Ümid edirəm mikrofonum yaxşı çıxıbdı və suyun səsindən çox mənim səsimi eşidərsiniz. Burada bir də inəklər var. Burada bir dənə də çoban dayı var. İndi hal-hazırda qəribə mənə baxır, deyir görəsən bu qız nə edir. Belə. Qaydaq kitabımıza. Deməli bu kitabda Yulin'in istifadə elədiyi metodun adı Ho'oponopono'dur. Ho'oponopono. Deməli bu metoda görə bizim başımıza gələn bütün hadisələrin hər birinin səbəbi bizim özümüzün düşüncələrimiz və şüuraltımızda olan kodlardır. Və biz əgər bunlardan təmizlənsək, həyatımızda istədiyimiz hər şeyi özümüzə çəkə bilərik və bütün problemlərimizi həll edə bilərik. Bunun üçün birinci növbədə Ho'oponopono deyir ki, qarşına çıxan bütün problemlər, bütün situasiyalar, hər bir şeydə məsuliyyəti öz üzərinə götürməlisən. Bizim başımıza nə gəlirsə gəlsin, hər şeyin məsuliyyəti özümüzük. Yəni qarşımızdakı insan bizi təhqir eləsə də, bizi qarət eləsə də, bizə yaxşı davransa da fərqi yoxdur. Hər bir şeyin məsuliyyəti bizim özümüzük, qarşı tərəf deyil. Biraz həzm eləməsi çətin bir şeydir. Necə yəni qarşı tərəf dəlidirsəydir, bizi təhqir eləyir, yenə də məsuliyyəti mənimdir. Yenə də bunun səbəbkarı mənəm. Bunu biraz həzm eləmək həqiqətən çətindir. Amma bir dənə məsələ var da, günahkar biz deyilik, amma məsuliyyəti tamamilə biz daşıyırıq. Mənə görə məntiqli gəlir. Niyə? Çünki mən düşünürəm ki, biz insanlar olaraq həmişə ehtiyacımız olan şeyi yaşayırıq. Əgər ehtiyacımız olan şey əsəbilikdirsə, məyus olmaqdırsa, xəyal qırıqlığı yaşamaqdırsa, biz zaten elə hadisələri özümüzə çəkirik. Çünki ehtiyacım olan odur. Ehtiyacımız olan şeyi yaşayırıq. Bu haqda biz birinci videomuzda da danışmışdıq. Bu metodun əsas hissəsi bu məsuliyyəti öz üzərimizə götürmək. Əgər bunu inkar ediriksə, bu metod bizdə işləməz. Bunu özümüzdə okey isə, o zaman bu metod bizdə işləyəcək. Deməli, məkanı dəyişdirdik biraz. Deməli, bu metodu necə həyatımıza tətbiq edək? Əslində çox sadə bir yoldur. 4 dənə cadici cümlə deyir. Bir, üzr istəyirəm, xahiş edirəm məni bağışla, səni sevirəm və təşəkkür edirəm. Niyə üzr istəyirəm? Çünki başına gələn hər bir şeyin sənin düşüncələrin sayəsində olduğunu qəbul edib ondan üzr istəyirsən. Növbəti mərhələ bağışlamaqdır.
Xahiş edirəm məni bağışla isə həmin o düşüncə olsun, özün olasan və yaxud da insan olsun, həmin insandan, düşüncədən üzr istəmək deməkdir. Səni sevirəm nədir? Ümumiyyətlə burada ən güclü bir enerji bu cümlədədir. Transformasiya enerjisi deyilir və istər özünə, istər o hadisəyə, istər o xatirəyə sevgi ötürmək hər bir məsələnin həllidir deyə deyir müəllif. Və növbəti isə təşəkkür edirəm. Olan şeyin düzəlməsi ilə bağlı minnətdarlığını göstərir. Həmin şeylər, xatirələrdən arınaraq, həmin problemlərin düzəlməsinə görə həmin şeyə təşəkkür edib minnətdarlığını göstərir. Bəs bunu kimə deyirik? Birinci növbədə özümüzə deyirik. Həmin o düşüncəyə, bəlkə xatirəyə, həmin o xatirədən arınmaq üçün. Niyə xatirə? Misal üçün bizim başımıza hər hansı bir problem gəlir və problemdən mən əgər xəyal qırıqlığı yaşayıramsa, xəyal qırıqlığı yaşamamın səbəbini gərəkdirən hər hansı bir xatirəm var. Və o xatirə bu günlə də əlaqəli ola bilər, keçmişlə də əlaqəli ola bilər. Ümumiyyətlə kitabda belə bir şey var. Kitabda travma sözünü heç vaxt işlətmir. Çox xoşuma gəlir bu hissəsi. Hər şeyi xatirə ilə əlaqələndirir. İstər yaxşı, istər pis, hər şeyi xatirə ilə əlaqələndirdiyi üçün deyir ki, sizin hal-hazırda yaşadığınız hiss hər hansı keçmişdə yaşadığınız, istər 3 gün əvvəl, istər 3 ay əvvəl, istər 3 il əvvəl yaşadığınız, istərsə də 3 yaşında yaşadığınız bir xatirə ilə əlaqəlidir. Və o xatirəni təmizləməsəniz, hər zaman siz yenə də eyni şəkildə reaksiya verəcəksiniz. Hər zaman siz yenə də eyni problemin içərisində olacaqsınız. Ona görə bu xatirələri təmizləmək üçün bu 4 cümlənin işlətməliyik. Yəni bizim o 4 cümləni işlədərkən dediyim kimi o xatirələrə daha çox, yəni özümüzə, öz düşüncələrimizə, öz xatirələrimizə səslənirik. Daha sonra bəzi insanlar inanclı insanlar ola bilər. Kainata, kainat inancı, Tanrı inancı. Əgər hansı inancımız varsa o inancı içimizdə saxlayaraq deyə bilərik ki, misal üçün Tanrıya inancımız varsa, Tanrıya qarşı deyə bilərik ki, xahiş edirəm məni bağışla, mən səni sevirəm və təşəkkür edirəm. Və bir də burada belə bir sual yarana bilər ki, insanlar, hətta kitabda da belə bir şey yazılmışdı. Əgər deyib bəzi şeylər bizdən asılı olmayan şeylərdir. Misal üçün tutaq ki, dünyada müharibənin olması, hətta bir xanım burada deyir ki, mən xəbərlərə baxıram, hər dəfə oradan heyvanlara, küçə heyvanlarına qarşı ədalətsiz davranırlar və bu məni çox pis hiss elətdirir, çox acı çəkirəm. Bunun axı mənlə nə əlaqəsi var? Mən təmizlənməklə necə bunu düzəldə bilərəm? Hughlin belə bir cavab verir ki, mən də çox məntiqli gəlir. Misal üçün əgər biz xəbərlərdən baxırıq, dünyada savaş var və yaxud da körpə bir uşağa əziyyət veriblər, bir hansısa heyvana əziyyət veriblər və bu məni mənə acı hiss elətdirir. Mən o acı hissinə odaqlanmalıyam. Acı hiss elətdirirsə, dediyim kimi, bu acı hissi məndə hardan gəlir? Onu tapdım, tapmadım, fərqi yoxdur. Tapa bilmirəmsə də sorun deyil. Mən o acı hissinə odaqlanıram. Həmin o Ho'oponopono metodunu eləyirəm. Yəni 4 dənə şey deyirəm. O acıya təşəkkür edirəm ki, mənə bunun xəbərdarlığı verdi ki, mən özümdə bunu düzəltməliyəm. O acını nə qədər də mənə acı çəkdirsə də sevgimi göstərməliyəm ki, çünki sevgi dediyinə görə hər şeyi həll eləyir və həyatında baş verdiyi hər şeyə görə üzr istəməlidir. Dərdin ki, mən səni düzəldim və daha yaxşı şəkildə bu problemlərimi həll edim. Çünki əgər biz bu səfər o problemləri həll edə bilməsək, qarşımıza çıxan dediyim kimi istər insanlarda, fərqli situasiyalarda da yenə də eyni şeyi yaşayacağıq. Ona görə bu birinci növbədə bu problemi həll etmək üçün yaxşıdır. Yəni belə olan halda biz o acıya odaqlanaraq Ho'oponopono elədikdən sonra 2 şey baş verir. Ya situasiya dəyişir ki, bunun çoxlu nümunələri kitabda var, ya da ki özümüzün narahatlığımız dəyişir. Misal üçün növbəti səfər artıq xəbərlərə baxanda biz artıq acı hiss eləmirik. Normal olaraq algılayırıq. Hətta kitabda çoxlu nümunələr var. Bəzi insanlar öz xəstəliyindən bunu tətbiq edərək öz xəstəliyindən qurtulublar. Bunu tətbiq edərək münasibətlərini düzəldiblər. Bir çox nümunələri var. Kitabda bu nümunələri oxuya bilərsiniz. Və təmizləndikdən sonra əsas məsələ də nədir? Hughlin deyir ki, birinci növbədə təmizləndik, xatirələrdən arındıq. İkinci növbədə isə təmizləndikdən sonra bizə ilham gəlir. İlham da nə deməkdir? Ağlımıza yeni fikirlər, yeni ideyalar gəlir. İstər işimizlə əlaqəli, istər həyatımızla əlaqəli və xüsusilə də ideya gələrkən onu etməyimiz bizi daha da özgüvənli etdirir, daha da bu metoda inamımızı artırır. Yəni toparlasaq, Hughlinə görə bu metoddan istifadə edərək biz keçmiş həyatımızda olan istər yaxşı, istər pis xatirələrdən arınmaqla özümüzün daha yaxşı, rahat qərarlar verməyimizə, daha yaxşı seçimlər etməyimizə, daha yaxşı bizə gələn ideyaları həyata keçirməyimizə köməklik göstərir. Belə, Ho'oponopono'nu mən kitabda bir çox qeydlərim var idi. Vaxtım olsa növbəti videolarda oxuyaram, amma olmasa da
özünüz alın oxuyun. Bu səfər daha kitab altda yazın, mən sizə verəcəm deməyəcəm. Çünki o biri videoma yazan olmadım. Neysə. Bir dənə məsələ var ki, nə demək istədim, yaddan çıxdı. Hə, mənim məsəl bu dedim ki, burada çoxlu nümunələr var. Bu kitab bu metodu istifadə edərək həyatında möcüzələr gətirən, möcüzələr yaradan nümunələri var. Hətta sayt belə paylaşılıb. Saytda istəsəz özünüz də baxa bilərsiniz. Həm bu Hughlin haqqında, həm Joe Vitale özü haqqında, öz həyatı haqqında və bunu tətbiq edib də öz həyatında dəyişikliklər, dönüşlüklər edən insanlara haqqında yazanlar var. Yazan hekayələri var. O hekayələri oxuya bilərsiniz. Məsələn, mən öz həyatımda tətbiq elədiyim şeylərdə, mən öz həyatımda da bunu tətbiq eləmişəm və deyim ki, wow, möcüzələr yaşamışam. Ya kiçik möcüzələrə maraqlı şeylər yaşamışam ən azından. Amma ən çox məndə təsiri olan nə olub? Məsələn, mən bunu edərkən daha çox zehnimə eləyirəm, zehnimdəki düşüncələrə eləyirəm. Bilənlər bilir, bir overthinker kraliçəsiyim və mən zehnimdən hər dəfə üzr istəyirəm və zehnimə təşəkkür edirəm ki, məni ən azından olası ən pis şeylərdən qoruyur və ondan üzr istəyirəm ki, bu qədər onu yoruram. Son 3 ayda bunu mütəmadi eləyirəm gün ərzində. Edərkən özümdə hiss etdiyim dəyişiklik nədir? Hiss etdiyim dəyişikliklər odur ki, deyim ki, overthinkeri bitirmişəm, yox, yalan olar. Amma yeni ideyalar gəlir, yeni fərqli ideyalar, fikirlər gəlir. Bəzilərinə addım atıram, bəzilərinə addım atmaqda hələ də çətinlik çəkirəm. O çətinlik çəkdiyim şeylər də var ki, bəzi qorxular var. Məsələn, o qorxularla üzləşmək var ki, orada da bir xatirə var və o xatirəni də yadıma düşür və o xatirədən də arınmaq üçün gərək mən təzədən yenidən o hoponopono eləyim. Ona görə ən azından məni daha rahat və huzurlu hiss elətdirir və inancım olduğu üçün kimlərsə də eləsə də istər burada, istər şəxsidə mənimlə paylaşa bilər və bu gün üçün elədiyim bir şey deyim. Mən bu kilsəyə gələndə burada hamı dedi ki, itlər var. Düz 3 il əvvəl mən bura gəlmişdim. Onda da it var idi. Həqiqətən üstümə də hətta hürmüşdü. Mən nə yalan söyləyim, biraz qorxdum. Bu da bir xatirədir, görürsüz. Çünki 3 il bundan əvvəl gəlmişdim və həqiqətən it mənə qarşıma çıxıb hürmüşdü və mən o xatirə ilə bağlı yenə də qorxu yaşadım. Amma yenə də gəldim tək başına və içimdə o qorxumu, o xatirəməyə Hoponopono ilə Hoponopono tətbiq elədim. Və içimdə o həm itlərə sevgi göndərdim, həm də həmin o xatirəmi bağışlamağımı istədim. Həqiqətən qarşıma bir dənə də olsun it çıxmadı. Bir dənə də it var idi, o yatırdı. Qalan heç nə yox idi. İnəklər var idi, inəyin də yanında çoban var idi. Növbəti indi gedəcəyimiz bir dənə kənd var. O kənddən də bilmirəm, görüntü götürsəm paylaşaram, götürməsəm də hələlik. Bay bay, sağ olun. When I wake and the sun is coming through, oh, you fill my lungs with sweetness and you fill my head with you. Shall I write it in a letter? Shall I try to get it down? Oh, you fill my head with pieces of a song I can't get out. Can I be close to you? Ooh, ooh. Can I be close to? Oğuzda növbəti gün gəldim Cümə məscidinə. Deməli, kitabda indi bəzi şeyləri işarələmişdim. O hissələri bir-iki dənə hissələr var. Onları oxuyub, onlar haqqında danışmaq istəyirəm. Deməli, burada bir hissədə yazır ki, Doktor Hughlin izah etdi ki, həyatda 2 seçiminiz vardır. Xatirələr və ilham. Xatirələr canlanan köhnə proqramlardır. İlham isə ilahinin sizə göndərdiyi ismarıcdır. Əgər ilhamla hərəkət etmək istəyirsinizsə, ilahinin səsini eşidib ilham almaq üçün bütün xatirələrinizi təmizləmək gərəkdir. Bu demək ki, biz əgər xatirələrdən təmizlənsək, bizə ilhamlar gəlir. Və yəni yeni ideyalar gəlir, yeni fikirlər gəlir. Fərqi yoxdur sən şəxsi həyatında, iş həyatında fikirlər, ideyalar gəlir. Və sən həmin an üçün kitabda bunu deyir ki, həmin an üçün etməliyik. Əks halda biz bunu biraz yubatsaq,
növbəti səfərə biz bunu etməkdən daşına bilərik. Yəni həmin o xatirələr yenidən işə düşə bilər. Zaten burada əgər daşımırıqsa, o şeyi ediriksə, davamlı şəkildə 2 gün, 1 həftə keçməsinə baxmayaraq yenə də ediriksə, demək ki, həqiqətən xatirələrdən arınmışıq. Yox, 2 gün keçməyinə baxmayaraq biz onu etmiriksə, demək ki, hələ də bizdə xatirələr qalıbdır. Niyə? Məsəl üçün mən özümdən götürüm, həqiqətən başıma gəlibdi. Ağlıma gəlir yeni nəsə bir şey eləmək, həmin an üçün etmirəm. Növbəti gün üçün fikrimdən daşınıram, deyirəm ki, əşi məndə onsuz alınası deyil və yaxud da bir dəfə eləmişdim, yenə olmamışdı və yaxud da filan kəs nə deyər, bu kimi şeylər ağlıma gəlir və həmin an həmin şeyi etmirəm. Bu da deməkdir ki, növbəti səfərə mən ağlıma bu şeylərin gəlməyi o demək ki, mən o xatirələrdən tam da yaxşı arınmamışam. Çünki nə vaxtsa həqiqətən etmişəm, alınmayıb və yaxud da nə vaxtsa etmişəm, kimsə nəsə deyib, o şeylər mənim ağlıma gəldiyi üçün mən artıq onu etmirəm. Yəni burada onu göstərir ki, mən əslində xatirələrdən hələ də tam təmiz arınmamışam. Amma nə vaxt ki, xatirələrdən tam təmiz arınsam, 1 həftə də keçsə, 1 ay da keçsə o şeyi edəsiyəm. Ona görə davamlı Hyolen deyir ki, biz o xatirələrdən arınana qədər, ağlımızdakı o fikirləri, ideyaları yerinə gətirinə qədər davamlı təmizləməliyik. Mənə çox məntiqli gəlir, ağıllıca gəlir və fikirləşirəm ki, həqiqətən bizim bu özgüvənli olmamağımızın, cəsarətli olmamağımızın səbəbi də köhnədə qalmış xatirələrdir, köhnədə qalmış hadisələrdir ki, biz o vaxtı uğurlu olmamışdıq. Yenidən onun uğursuzluğuna düşərik deyə yeni bir addım atmırıq. Bu da artıq bizi hərəkət etməməyə qoyur. Ona görə düşünürəm təmizlənmək maraqlı, qəşəng bir şeydir. Hətta bu hissəni daha da yaxşı anlatmaq üçün belə burada bir yazı var. Bizim ümumiyyətlə təmizləndiyimiz halına burada Hyolen 0 halı deyir. Bizim beynimizin 0 halı. Deyir ki, yalnız 0 halında və bunu dərk etməlisiniz ki, zəka bir zaman kəsiyində yalnız 2 məfhumdan birinə xidmət edə bilər. O ya ağlınızda baş verən qatma qarışıqlığa, yaxud da ilhama xidmət edəcəkdir. Həmin bu qarışıqlıq yaddaş adlanır. Yəni biz o yaddaşımızı, xatirələrimizi təmizləməliyik, 0 halına çatmalıyıq ki, biz ağlımıza gələn o şeyləri, ideyaları yerinə yetirək. Təmizləmək deyəndə bəzən insanlar fikirləşir, bəlkə neyini yadımızdan çıxaracaq. Yox, yaddan çıxma söhbəti deyil. Biz ümumiyyətlə nə deyirdi, üzr istəyirəm, məni bağışla. Yəni mən sənin olduğunun fərqindəyəm. Səni olduğun kimi qəbul edirəm. Ay qorxum, ay nə bilim, üzüntüm, məyusluğum. Mən sən olduğun kimi qəbul edirəm. Sənin var olduğunu bilirəm. Mən səndən qaçmıram. Səni yaddaşımdan çıxarmaq istəmirəm. Amma bilirəm ki, sən nə vaxtsa yaşandın. Sən mənə nəyisə xidmət elədin, öyrətdin. İndi isə mən artıq sənə sevgimi yollayıram və mən artıq səndən arınıb, səndən təmizlənib həyatımı 0 halına çəkirəm. Yəni bunu deyir. Unutmaq yox, qəbullanmaq. Sadəcə qəbullanmaq lazımdır ki, bunlar baş verdi. Növbəti nədir? What's the next? deyə artist danışım. Bir də kitabda sevdiyim bir hissə var. Çox qəşəng. Burada yazıb ki, bir çox insan ümidsiz vəziyyətdə olduqları zaman dua edir və öz növbəsində daha çox hiss etdiklərini cəlb edəcəklər. Bu hiss etdikləri də daha çox ümidsizlikdir. Çox nadir hallarda dualar dua edənin daxilində baş verənlərə yönəlmiş olur. Mükəmməldir məncə bu hissəsi. Bu hissə mənim çox xoşuma gəlmişdi və məni çox qəşəng aydınlatmışdı. Baxmayaraq ki, hal-hazırda günəş bizi tərk elədi. Deməli, yəni sən içində hansı hissdə dua edirsənsə, ümidsiz hissdə dua edirsənsə, o şeylə bağlı ümidsizlik yaşayacaqsan. Sən içində çarəsizliklə dua edirsənsə, o çarəsizlik yaşayacaqsan. Ümumiyyətlə biz duanı çox vaxt nə vaxt eləyirik? Çarəsiz eləyəndə, ümidsiz hiss eləyəndə, dərdimiz olanda, bir dərdimizə dərman tapmaq istəyəndə ancaq onda dua edirik. Yazar da burada deyir ki, sən hansı hissdə dua edirsənsə, elə o hissdə də qalacaqsan. O hissə də istər duanın cavabı olaraq, istər də başqa şeylərdə o hissi yenidən gərəkdirəcək şeylər qarşına çıxar və ona görə də o vaxt səhv etmirəmsə belə bir şeylə qarşılaşmışdım. Dində də bunu təsdiqləyirlər ki, insan ən çox dualar xoşbəxt olduğu zaman reallaşır. Çünki niyə? Düz dinlə bunu əlaqələndirmişlər ki, xoşbəxt olanda sən Allahı xatırlayırsan. Allahı xatırladığın üçün də o sənin yəni naşükür olmadığını görür və sənin dualarını qəbul edir. Belə bir şey izah etmişlər. Amma indi mənə bu tərəfdən daha məntiqli gəlir ki, mən xoşbəxt olduğum halda hansı hissəyəm? Sevincli, xoşbəxt, adı üstündə huzurlu, rahat bu hisslərdəyəm və bu hisslərdə də dua etdiyim üçün mən yenə də dua etdiyim şeyə o hissi çəkirəm, cəlb eləyirəm.
çəkirəm və yaxud da elə o hissi yenidən yaşadacaq şeyləri özümə çəkirəm. Yəni bu hissə mənə çox maraqlı gəldi. Ona görə düşünürəm ki, insanlar həqiqətən nə vaxt gözlərini xoşbəxt, rahat, huzurlu, sevincli hiss eləyəndə o an üçün öz istəkləri ilə bağlı şeyləri dua eləsələr, istəsələr daha yaxşı olar. Belə. Kitab bu haqdaydı. Mənim dediyim kimi Oğuzu seçməm əslində təsadüfi deyil idi. Düzdür, təsadüf şəkildə mən Oğuza gəldim. Heç planım da yox idi. Amma düşündüm ki, niyə də olmasın? Oğuzda həm sinagog var, həm kilsə var, həm də məscid var. Yəni Oğuzda ümumiyyətlə yəhudilər də yaşayır, udinlər də yaşayır, yəni udin xristianlar da yaşayır və müsəlmanlar da yaşayır. Buradan əslində demək istədiyim odur ki, biz fərqli dinlərə sitayiş edirik, fərqli dinlərə ibadət edirik və mənim fərqli dinlərdən insanları tanıyırıq. Amma bu fərqli dinlərin içərisində mən bu Ho'oponopono'dan danışmağım bəlkə də insanlara absurd gələ bilər. İnsanlar fikirləşə bilər ki, ax bu nədir? Amma mən demək istəyirəm ki, buradan əslində bu Ho'oponopono metodunun özü bu üstünün üçündə də təsdiqlənir. Ho'oponopono adı ilə yox, ümumiyyətlə. Ho'oponopono nə var? Üzr istəyirəm, xahiş edirəm, məni bağışla. Bir tövbə var. Bu tövbə bütün dinlərdə var. Ho'oponopono'da nə var? Mən səni sevirəm. Bütün dinlərdə də sevgi var. İstər Tanrıya, istər özünə olan sevgi, istər ilahi qüvvəyə sevgi. Ho'oponopono'da sonda təşəkkür eləyir. Yəni bir minnətdarlıq, bir şükran var və bütün dinlərin hər birisində bu şükranlıq var. Demək istəyirəm ki, yəni bizim bəzi insanlar, mən ən çox çətinlik çəkdiyim növlər var. İnsanlar dinlərə görə yargılayır. Yəni düşünə bilər ki, ay nə qəşəng ağlar gəlir, çiçəklər gəlir. Yəni bütün dinlərin kökündə əslində hamısında bu var. Yəni bu var, tövbə var, sevgi var, bağışlanma var, şükranlıq var. Amma biz nə edirik? Biz insanları 3 yerə bölürük, hətta 5 yerə bölürük. Nə qədər çox adamlar var, onların hamısına bölürük. Amma mən demək istəyirəm ki, yəni fərqi yoxdur. Deist də olsaq, ateist də olsaq, müsəlman da olsaq, yəhudi də olsaq, fərqi yoxdur. Biz əsas vicdanımıza yönəlib, vicdanlı şəkildə yaşayarsaq, istər özümüzə, istər qarşımızdakına şəfqətli şəkildə davranırsaq, məncə heç bir mənası yoxdur. Kim müsəlmandır, kim xristiandır, kim ateistdir. Fərqli dinlərdə olduğumuz üçün yargılanmaqdansa, məncə təməldə ehtiyacımız olduğumuz və yaxud da axtardığımız nə varsa ona fokuslamalıyıq. Məncə bu da daxili huzurdur, sakitlikdir, sevgidir, anlayışdır. Çoxumuz okey deyə bilərik ki, mən pul axtarıram, səyahət axtarıram, amma yenə də pulun, səyahəti niyə istəyirik? Rahatlıq üçün. Səyahəti niyə istəyirik? Okey, huzurlu hiss eləmək üçün. Yəni bunların hər birində köklənmək daha yaxşıdır. Bunu da köklənmək üçün də birisi əgər namaz qılanda bunu tapırsa, ona da hörmətlə yanaşmalıyıq. Birisi meditasiya eləyəndə bunu tapırsa, hörmətlə yanaşmalıyıq. Birisi sadəcə Ho'oponopono eləyib, içində bu mantraları deyəkdir. Bu mantraları deyəndə də rahat hiss eləyirsə, ona da hörmətlə yanaşmalıyıq. Belə. Yəni fərqi yoxdur. Hey, sən oradakı əgər ateistsənsə, müsəlmansansa və yaxud da yəhudisənsə, fərqi yoxdur. Kimsənsə, əsas odur, daxilindəki huzuru necə tapırsansa, o yolla getməyin. Bu getdiyin yolda isə insanları başa düşməyin, onları incitməməyini arzulayıram, elə də özüməm. Belə, sizləri sevirəm, təşəkkür edirəm. Sağ olun, bay bay, növbəti marşrut avtovağzal. Hələlik. Hey, darling, can I tell you what's been on my mind? Sick and tired of the 9 to 5 in the city light. Hey, darling, we could get out of town, see the beautiful world around, wanna see it now. Pack our bags and get in that car. Olası yağış üçün, soyuq hava üçün, bir yer çəkəndə, əgər istəyirsən. Belə, sumkamda yığılmadan üçün bütün hava şəraitlərini nəzərə alıb, üst-üstə çox gözəl, zövqlü bir geyim geymişəm. Belə bir kilsə var, amma 3 il əvvəl mənim gəldiyim kilsə bura deyil, səhv gəlmişəm. Düz bura da gəlmişəm, bura qəşəng deyil və danışılacaq heç nə yoxdur. Daha doğrusu bir məkan yoxdur ki, mən burada rahat danışım. Amma o kilsənin adı nə idi? Unutmuşam. Baxaq görə internetdən tapa bildikmi, tapa bilərsə yəqin ki.
Dedim axı bu qədər tez olmamalıydı. Çox tez satdım. Orada upuzun yollar getmişdim. Yiyəsiz evlər var idi. Oralardan keçmişdim. Bir balaca təhlükəli yollar idi. Salamlara git. Orada fikir. Buraya adamın akşamadı Oğuz'dan. Ha? Oğuz'dan sağ. Yok Gəncədən. Ha, gördüm o buradan diyor sen. Ha, buradan değil. Kız bunların boyunları bütünler buğa salır. Ne sayılır? İneksin, hamsını. Ne boyunları? Ya da inek olur diyoruz. İnek olur. Zaten orada ay sarı. Ha, bu aynen ne fark var onda? Öyle bir şey bana kökeli bunuzları gibi değil kısa. Dana. Bebeğin git ekranı. Dana buğa deməkdir. Ay sağ ol. Öyle bir kitapta da öküz yazılır. Öküz buğa, dana çok Ay sağ ol. Aynı şeyde anlamını bir Yolda kitap. kasıtlar. Gəlir. Necə toparlamışdım. Mən sizi sevirəm. Nəsə bir-birlərlə dalaşırdılar deyəsən. Salam. Video çəkirəm, hə. Düşmək istəyirəm videoya. Üçdə? Niyə? Sən üçdə gedəsən? Yox, mən gedirəm. Gəncəyə. Orada qalır, hə. Video çəkirəm. Ne videosu? Kitap haqqında danışıram. Sonra onu YouTube'uma qoyuram, bax. Sən adın neydi? O haklı orta demeyeyim. Orxan, yadından çıxdı, üzrlü Orxan. Ama bir şey yok. Köməkçisi, Allah yaxşı. Əfəndiyə köməkçisi də Orxan. Özünde orta yok. Orada yazsan, Canlı olacak. laf yaxşı. Mənim YouTube'uma abunə olarsan, Orxan. İnternetin var indi. Adımı deyirəm, ya abunə olarsan, yaxşı? Ya öyle. Yaxşı. Olar mən kitabı davam edeyim. Sən də sağ ol. Sağ ol. Nə? Yaxşı. Soruş. Sən görəsən eşidirsən? Nə? Mən YouTube'da. Kanalım? Yox, özümün YouTube kanalımdır. Lale Ocaqguliyeva yazsan. Lale Ocaqguliyeva.